Biz Xırdalan 11 nömrəli STEAM mərkəzinin Sparkap komandasıyıq. Mən Aslanzadə Rəsmiyə və bu layihənin dizayneriyəm. Mən Rəfiyə Rıza, bu layihənin mühəndisi. Biz layihənin dizaynını Tinkercad proqramı vasitəsilə 3D printerdə çap etmişik. Bizim bu layihəni qurmaqda əsas məqsədimiz yağış suyunun israfını azaltmaq və enerji mənbəyi olaraq da günəş panellərindən istifadə etməkdir. Dizayn tərəfini etdikdən sonra biz mexaniki tərəfini etməyə başladıq. Bu kodlaşdırma Arduino vasitəsilə etdik. LCD ekran, breadboard, topraq rütubət sensoru, su sensoru və su pompasından istifadə etdik. İndi isə gəlin sizə necə işlədiyini göstərək. Burada biz bir düymə elədik, pompanı işə salmaq üçün. Açanda burada su gəlir və torpaqlara su varma sistemin eləyir. Bitkələrin sağlamlığı üçün də biz LCD ekranda rütubətin temperaturunu yoxlayır LCD ekranda. Maketimiz bu şəkildədir. Biz qurduğumuz sxem vasitəsilə layihənin monitorinqini aparırıq və bitkilərin optimal şəkildə yetişməsi üçün vasitə yaradır.